Salam dostlar. Dostlar bugün Arduino derslerinden 3. bölümdeyik. Dostlar bugün sual cevap makinesi düzəldir. Hani dostlar düğmeye basanda kırmızı yani kiməsə sual verdim mesela dostlar. Düğmeye bastım səhvdirsə düğmeye bastım kırmızı yanasdı. Düzsə düğmeye basanda yaşıl yanası dostlar. Onda getdik. Dostlar indi Arduino'muzu kompüterə bağlayırıq. İndi bağlayıb gəlin dostlar. Dostlar Arduino'muzu bağladıq. İndi dostlar birinci bir adet şunlar götürürük. Ben sarı renkli götürdüm. İndi dostlar bunu 5 volta taxırıq. Əvvəlki videolarda da demişəm dostlar. Sonra ise dostlar bunu götürürük. Şimdi şunları koyalım. Bunu ise dostlar üstə gələ taxırıq. Sonra dostlar bir tane şunlar götürürük. O 5 voltun yanında generator var. Ona bağlayırıq dostlar bunu. Bunu da dostlar çıxa bağlayırıq. İndi dostlar buradan ledlerimizi götürürük dostlar. Uzun olan taraf dostlar üstə gəldi. Kısa olan taraf ise çıxdı. İndi bunu dostlar uzun olan taraf bu tarafta olası şəkildə taxırıq dostlar. Yəni üstə gəl solda orası şəkildə taxırıq. İndi dostlar bunu bir də şunu da taxırıq dostlar düymə. İndi dostlar buradan bir dəqiqə. Bu düğmeler bende biraz xarab, sonra görə boş qoymasın. Yəni də beləsə taxım bəlkə işləyər. Yəni dostlar buradan bir dənə şunu götürürük. Xarab olması səbəbi dostlar nədir? Məsələn düymə taxdım mı? Hot dəqiqə led yanır dostlar gücünə kimi, ona görə biraz boşluqdan da qoyması düymə. İndi dostlar qoyduq. Sonra dostlar buradan bir dənə çıx olan ərazidən 220'lik bir dənə direnç, yəni gücləndirici taxırıq dostlar. Qırmızı qırmızı, qara qara, qəhvəyi də dostlar rənglər. Taxdıq dostlar. Bir dənə şuna götürürük. Bu dirençə bağlayırıq. Bunu da dostlar çıxa bağlayırıq. Dirəndə dostlar şurada düğmede biraz xəta var. Ben bu düğməni dostlar düzgün taxıb gəldim. Dostlar düğməni nəhayət düzgün taxa bildim. İndi dostlar kırmızı ledimizi bağlayırıq. Kırmızı leddə dostlar yenə eyni şəkildə üstə gəl bu tərəfdə olan şəkildə bağlayırıq dostlar. Bağladıq. İndi dostlar buradan bir dənə düymə taxırıq yenə dostlar. Şimdi dostlar bu düğmeye bir tane şey taxırıq. Şunlar. Bunu da üstə gələ taxırıq dostlar. Bakın bu işləyir belə də. Aynen işləyir. Sonra dostlar bir tane de direnç götürürük. Şimdi buradan orada varmış. Tabii de kutudan götürmeye ihtiyacı yoktu. Bakın düz mü? Aynen dostlar düzdü. Şimdi dostlar direncimizi de bağlayırıq. Əlimdən düşdü. Xıpxırda şeydi. Bağlıq dostlar, indi dostlar bir tane şuna götürürük. Bunu direncin diğer ayağına taxırıq dostlar. Bunu ise çıxa. Haydi yine düğme düzgün taxması yani oldu. İndi dostlar mesela sağlayırıq. Benim en sevdiğim yumaq dostlar, karşımda şəxs səhv cevap verirsə düğmeye bastım. Kırmızı var. Düz cevap verirsə dostlar yaşıl var dostlar, düz yani. Şimdi dostlar böyle piyano kim oldu biraz. Neyse dostlar. Şimdi dostlar burada yani bu düğmeye basanda kırmızı yanır. Buraya basanda ise dostlar yaşıl var. Şimdi yakından göstereyim size dostlar. Birinci burada da düğmeler taxırıq dostlar. Düğmeler taxdıq ikisində. Sonra dostlar bunların bir ucundan şunları taxıb. Burada yeni dostlar üstə gələ taxdım. Burada şunları da dostlar çıxa taxdım. Yox, bunu da üstə gələ taxdım dostlar. Sonra dostlar burada ledlərimizi taxdıq. Üstə gələ olan tərəfə, düymə olan tərəfə üstə gəlir. Olmayan tərəfə isə dostlar çıxa rəsini taxdım. Sonra dostlar
220'lik bir dənə dirənclər taxdıq. Neyse dostlar, bu qədər idi. Sağ olun, salamat qalın.